Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər. Bu, Nazirlər Kabinetinin hərbi həkim ekspertizası haqqında əsasnamədə etdiyi dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan qərara əsasən hərbi xidmətə çağırış zamanı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçiriləcəklər.